Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisi olmadığı hallarda xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bu mexanizm çərçivəsində ildə təxminən 1500 nəfərə qədər şəxsin tibbi xidmətlərlə əhatə olunması planlaşdırılır. Bunun üçün 200 min manata da maliyyə vəsaiti ayrılıb. Bunu icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına və hədəflərə həsr olunan mətbuat konfransında deyib. Həmçinin bildirib ki, qeyri-dövlət və qeyri-neft-qaz sektorunda işləyənlərin sığorta haqqının hesablanması qaydası da dəyişdirilib. Bu xəstəxanalardakı boşluqlar aradan qaldırılıb. Həmin o əvvəlki redaksiyada bu 8000 manata qədər idi ki, 2% tutulurdu. 8000 manatın üzərində isə 0,5% tutulurdu. Artıq yeni qanunvericiliklə bu 8000 manat düşdü 2500 manata və beləcə artıq bizim daha çox əmək haqqı alan şəxslərimiz sığorta haqqı daha az ödəyəcəklər və bu daha ədalətli bir yanaşma oldu və bunun da əsas məqsədi təbii ki, səbəbi sahibkarlığa və qeyri-neft sektorunun inkişafına dəstəkdir.